Saxsı qazanda bugün yenə quzu güvəç hazırladım. Altını söndürmüşük. Yəni qazan o qədər gözəldir ki, yəni uzun müddət bu yeməyi isti saxlayacaq. Yəni içində pişən o tərəvəzlər də bir başqa dadı olur, yumşaq olur. İstər kələm dolması olsun, istər yarpaq dolması olsun, istər bitisi olsun, istər bu cür tüşlər quzu güvəç deyirlər bu yeməyə. Bu yemək olsun, çox gözəl alınır. Yəni bir dəfə saxsı qazanda yemək bişirən, inanmıram ki, növbəti dəfə onu eyni yeməyə dəmir qazanda bişirmək istəsin. Yəni inşallah qaba çəkəcəyik, qabda da nə formada görsən onu göstərəcəm. Siz də saxsı qazanlardan əldə etmək istəyirsinizsə, aşağıda əlaqə nömrəmiz qeyd olunub. Yəni zəng edib və WhatsApp yazıb öz sifarişlərinizi verə bilərsiniz. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksidir. MTK-nın sonuncu binası bitən kimi sağda taxta bazarın içərisində fəaliyyət göstəririk. Bu yeməyin içərisində badımcandır, quzu ətidir, sarımsaqdır, rəngli bibərlərdir, az miqdarda acı bibərdir. Ən sonda tomat suyudur, pomidordur və kərə yağı da az miqdarda. Çox gözəl, əsl yəni qışın malıdır. Hazırlayan hər kəsə nuş olsun.